Salam, bugün sizinlə birlikdə ingilisli 6-cı sinif səhv 29 izahına baxırıq. Burada belə bir reading var. Gəlin ilk öncə bunu oxuyaq və tərcümə edək. Tips for a healthy diet. Sağlam pəhriz üçün məsləhətlər. Birinciyə baxırıq. Eat natural food. Təbii yemək yeyin. Natural food is all around us. Fruit, vegetables, eggs. They have a lot of nutrients and keep us healthy. Təbii qida ətrafımızdadır. Meyvə, tərəvəzlər, yumurtalar çoxlu qidalara malikdir və bizi sağlam saxlayır. İkinciyə baxırıq. Be careful with oil, salt and sugar. Yağ, duz və şəkərlə diqqətli olun. They help make food delicious, but remember to use them in small amounts. Onlar yeməyi ləzzətli etməyə kömək edir, lakin onlar az miqdarda istifadə etməyi unutmayın. Üçüncüyə baxırıq. Be careful with processed food and avoid ultra-processed food. Processed food has ingredients that are not good for us. Look at some examples. Emal edilmiş qida ilə diqqətli olun və çox işlənmiş qidalardan çəkinin. Bəzi nümunələrə baxın. Deməli, burada processed food emal edilmiş, işlənmiş qidalardır. Ultra-processed food isə daha çox işlənmiş qidalardır. Natural food, təbii qidalar. Fresh orange juice, təbii meyvə şirəsi, təzə meyvə şirəsi. Orange juice in a carton. Kartonda olan meyvə şirəsi. Bu artıq emal edilmiş, işlənmiş qida hesab olunur. Ultra-processed food, soft drink with orange flavor. Portağal dadı ilə sərinləşdirici içki. Baxırıq. Natural food, chicken, toyuq. Frozen chicken, dondurulmuş toyuq. Bu emal edilmiş qidadır. Chicken nuggets. Bu isə daha çox işlənmiş qidalardır. 4-ə baxırıq. Eat at regular times with company. Şirkətlə müntəzəm olaraq yemək yeyin. Yəni ki, şirkətdə yemək vaxtına fikir vermək lazımdır. It is important to eat slowly in a quiet place and don't check your cell phone. Sakit yerdə yavaş-yavaş yemək yemək vacibdir və mobil telefonunuzu yoxlamayın. Also, it is always more fun to have meals with family, friends or classmates. Həmçinin ailə, dostlar və ya sinif yoldaşları ilə yemək həmişə daha əyləncəlidir. Eat a variety of food. Müxtəlif yeməkləri yeyin. Add color to your plate. Boşqabınıza rəng qatın. Make sure that you always eat somebody carbohydrates, protein, fruit and vegetable every day. Hər gün biraz karbohidrat, zülal, meyvə və tərəvəz yediyinizə əmin olun. Variety is good for you. Müxtəliflik sizin üçün yaxşıdır. 6-cıya baxırıq. Have a meat-free day. Ətsiz bir gün keçirin. Deməli, meat-free day nə deməkdir? Ətsiz bir gün. How often do you eat meat? Necə tez-tez ət yeyirsiniz? It is not healthy or necessary to eat meat for every meal. Hər yemək üçün ət yemək sağlam və ya zəruri deyil. How about being vegetarian for one day a week? Həftədə bir gün vegetarian olmağa nə deyirsiniz? Və burada belə bir qeyd var. Gəlin buna baxaq. Bu burada qeyd olunmuş. Baxın. Processed food sözünün definition'ıdır. Processed food qeyd olunub. Any food or drink that is changed in some way. Yəni bu nə deməkdir? Bir şəkildə dəyişdirilən hər hansı yemək və içki. Biz bayaq yuxarıda baxdıq. Məsələn, portağal şirəsini qazlı içkiyə çevirirlərsə, bu artıq emal edilmiş qida hesab olunur. Davam edirik digər səhifə ilə. Look at the infographic and choose the correct option. Tekstə baxırıq və düzgün variantı seçməliyik. It is short and informative, qısa və məlumat vericidir. It is long and it tells a story. Uzundur və bir hekayə danışır. Biz baxdıq ki, burada bir hekayə danışmır. Sadəcə olaraq bizə məlumat verir, informasiya verir. Ona görə doğru cavab olacaq. It is short and informative. Bunu seçdik. Davam edirik. Read the text and listen. Write true or false. Burada isə cümlələrin qarşısında true və yaxud da false yazmalıyıq. True doğru deməkdir, false isə səhv deməkdir. Gəlin baxaq. Birinci bizə burada nümunə kimi verilmişdi. Fruit and vegetables are healthy. Meyvə və tərəvəzlər sağlamdır. Düzdür, true yazılıb. İkinciyə baxırıq. It is positive to eat a lot of oil, salt and sugar. Çoxlu yağ, duz və şəkər istifadə etmək yaxşıdır. Xeyr, bu səhvdir. False. Üçüncüyə baxırıq. Chicken nuggets are an example of ultra-processed food. Bu düzdür, deyir ki, toyuq nuggetsi
çox emal edilmiş qidalardır. True. Eating with a friend is good for you. Dostla yemək yemək sənin üçün yaxşıdır. True. Düzdür. Eating different types of food isn't good for you. Müxtəlif növ yemək yemək sənin üçün yaxşı deyil. Xeyr, bu səhvdir. It is false. Sonuncuya baxırıq. On a meat-free day you can eat chicken. Deyir ki, ətsiz bir gün keçirəndə sən toyuq yeyə bilərsən. Bu məncə səhv olacaq, çünki toyuq da bir ət növü hesab olunur. Ona görə bura qeyd edə bilərik. False. Davam edirik. Read about the eating habits of 6 different people, match them with tips 1-6 in the infographic. Bizə burada məlumatlar verilib və yuxarıda bizə verilmiş məlumatlar tekstdə nömrələnmişdir. Biz cümlələri oxuyub hansına aid olduğunu tapmalıyıq. Ardıcıllıqla düzməliyik. Gəlin baxaq. Baxırıq A cümləsinə. I usually have salad, rice, beans and chicken for lunch. Mən nahar üçün salat, düyü, lobya və cücə yeyirəm. Görək bu hansına uyğun gəlir. Bura qeyd olunub 5. Baxırıq, bəli, 5-cidə. Gördüyünüz kimi boşqabda müxtəlif növ qidalar var. Davam edirik. I never drink soft drinks or eat chicken nuggets. Deyir ki, mən heç vaxt qazlı içkilər və ya toyuq nuggetsləri yemirəm. Burada uyğun gələcək. 3-cü, çünki burada işlənmiş qidalardan danışırdım. Bura yazırıq. 3. I never use my cell phone during meals. Mən yemək ərzində heç vaxt telefondan istifadə etmirəm. Bura uyğun gəlir. 4-cü. Yazırıq 4. I don't add salt to my food or sugar to my coffee. Deyir ki, mən yeməyimə duz və ya kofemə şəkər əlavə etmirəm. 2-cidir. Yazırıq. 2. I don't eat meat on Mondays. Mən bazar ertəsi ət yemirəm. Yəni bu ətsiz bir gün idi. Burada uyğun olacaq. 6-cı. Yazırıq 6. I always include fruit and vegetables in my meals. Mən yeməyimə hər zaman meyvə və tərəvəzləri daxil edirəm. Burada uyğundur 1. Qeyd edirik 1. Davam edirik. Look at the words in bold, then match 1-4 with AD. Bizə aşağıda cümlələr verilib və cümlələrdə hər cümlədə bir söz qara hərflərlə bizə verilmişdir. Baxırıq həmin sözlərə. Healthy, avoid, slowly, meet. Bu sözlərin mənaları ilə uyğunlaşdırmalıyıq. Gəlin baxaq. Birincidə vegetables are healthy. Tərəvəzlər sağlamdır. Healthy sağlam deməkdir. Gəlin görək ki, hansı cümlə sağlam sözünə daha uyğundur. A-ya baxırıq. They try not to eat chicken nuggets. O heç vaxt toyuq nuggetsi yemir. They take 45 minutes to eat a salad. O salat yemək üçün, onlar salat yemək üçün 45 dəqiqə vaxt sərf edir. They don't eat chicken or fish on this day. Onlar bugün toyuq və ya balıq yemir. They are good for your body. Onlar sənin bədənin üçün yaxşıdır. Yaxşıdır, yəni sağlamdır. Healthy-yə uyğun gedə bilər. 1-ə uyğun gedəcək D variantı. Kənardan yazaq. 1, D. İkinci cümləyə baxırıq indi. Mike and Lucas avoid ultra-processed food. Avoid çəkinmək deməkdir. Deyir ki, Mike və Lucas çox emal edilmiş qidalardan çəkinirlər, uzaq dururlar. Burada uyğun gələcək elə A cümləsi. They try not to eat chicken nuggets. Onlar toyuq nuggetsləri yemirlər. A yazırıq. 3-cüyə baxırıq. Anna and Lucy eat slowly. Slowly yavaş deməkdir. Yəni yavaş-yavaş yeyirlər. Burada uyğun gələcək B. Niyə? Çünki B-də yazılıb ki, they take 45 minutes to eat a salad. Onlar salat yemək üçün 45 dəqiqə vaxt sərf edirlər. Yəni ki, tələsmədən yavaş-yavaş yeyirlər. Sonuncuya baxırıq. The Taylors don't eat meat on Thursdays. Çərşənbə, cümə axşamı Taylorlar ət yemir. Yəni, ətsiz bir gün. Burada yazırıq C variantına. They don't eat chicken or fish on this day. Onlar bugün cücə və ya balıq yemirlər. Davam edirik. Burada belə bir çalışma var. Gəlin ona baxaq. Do you think that is a good idea to have a meat-free day every week? Why not? Deyir ki, sən nə düşünürsən bu haqda? Həftədə bir dəfə ətsiz bir gün keçirmək. Yaxşı ideyadır. Yaxşı ideyadırsa niyə? Yaxşı ideya deyilsə niyə?
Şəxsən mənim fikrimcə bu yaxşı ideyadır. Yaza bilərik ki, it is a good idea. It is a good idea. Because it is healthy for our body. Çünki bu bizim bədənimiz üçün sağlamdır. Because it is healthy for our body. It is a good idea. Bu yaxşı ideyadır. Because it is healthy for our body. Çünki bu bizim bədənimiz üçün sağlamdır. Davam edirik digər səhifə ilə. Birinciyə baxırıq. Look at the recipe. What is it for? Complete the title. Reseptə baxın, nə üçündür və başlığı tamamlamaq lazımdır. Chicken and rice, yəni toyuq və düyü, fish and rice, düyü və balıq. İndi gəlin resepti oxuyaq və bilək ki, burada hansı yemək hazırlanır. Preparation time 30 minutes. Hazırlama vaxtı 30 dəqiqə. Ingredients, ingredientlər. 2 carrots, 2 tablespoon of oil, 2 kök, 2 xörək qaşığı duru yağ, salt, duz, 2 cups of rice, 2 stəkan düyü, half an onion, yarım soğan, 8 cups of water, 8 stəkan su, chicken toyuq. Mən artıq burada rice sözünü gördüm, işarə eləyək və chicken sözünü gördüm. Deməli, burada hansı yemək hazırlanır? Chicken and rice special. A-nı seçirik. Davam edirik indi. İkinci çalışmaya baxaq. Complete the recipe with the headings and the instruction words below. Bizə aşağıda sözlər verilib. Biz bu sözləri yuxarıda nöqtələrin yerinə yerləşdirməliyik reseptdə. Gəlin baxaq. Deməli, birinci qeyd olunub ingredients. Gəlin indi biz ikincini tapaq. İkincidə verilib knife, tablespoon, pot. Knife bıçaqdır, tablespoon qaşıq, pot isə qazan. Bunlar nədir? Utensils. Utensils mətbəxdə istifadə olunan qablardır. Bura yazırıq. İkinciyə utensils. Davam edirik. 3-də olacaq. Baxın, 3-də artıq yeməyin hazırlanma qaydasıdır. Instructions. Bura yazdıq instructions. 4-cüyə baxırıq. The carrots, onion and chicken add salt to the chicken. Burada ola bilər ki, kökləri, soğanı və toyuğu doğrayın. Doğramaq da nədir? Cut. Kəsmək, doğramaq cut. Bura yazırıq cut. Cut the carrots, onion and chicken. İkinciyə baxırıq. Put the oil in a pot. Qazana duru yağ qoyun. And the carrots for 5-6 minutes. Bura yaza bilərik ki, qazana duru yağ qoy, kökü və kökləri 5-6 dəqiqə nə olar? Qızart olar. Fry. Fry isə qızartmaq deməkdir. 5-ə yazırıq. Fry. 6-cı boşluğa baxırıq. Then the rice and onion fry them for 1 minute. Burada ola bilər ki, düyünü və soğanı əlavə edin. 1 dəqiqədə qızardın. Add. Əlavə etmək olacaq. Add. Bura yazırıq. Add. Sonuncuya baxırıq. Next add the chicken and the water. Sonda toyuq və suyu əlavə edin. For 10-15 minutes enjoy your meal. Burada olacaq cook. 10-15 dəqiqə bişirin. 7-yə də yazırıq cook. Enjoy your meal. Yəni nuş olsun, yeməkdən həzz alın mənasına gəlir. Davam edirik indi. Baxırsınız 4-cüyə. Write a recipe in your notebook. Dəftərinizdə resept yazın. Yemək resepti. Choose a dish you like. Sevdiyiniz bir yeməyi seçin. Collect information about the ingredients, utensils and instructions. İnformasiya yazın. İngredientlər haqqında, qablar haqqında, hazırlanma qaydası haqqında. Find or draw an image to illustrate the recipe. Deyir ki, bir şəkil tapın. Resept haqqında, yəni bir şəkil yerləşdirin ora. Write the first version of your recipe. Reseptin ilk şəklini yazın. İlkin versiyasını yazın. Use vocabulary from the unit. Unitdə verilmiş lüğətdən istifadə edin. Yəni biz yuxarıda verilmiş qazan, bıçaq, ingredient bu tip sözlərdən istifadə edə bilərik. Gəlin indi baxaq. Gəlin bir yemək növü seçək və onun haqqında bura yazaq.
bir resept yazaq. Deməli, gəlin seçdiyimiz yemək olsun, məsələn, pasta with tomato sauce, pomidor soslu makaron pasta. Gəlin bunu yazaq. Deməli, başlığa yazırsınız title hissəsinə. Gəlin bunu bu formada buraya yazaq. Pasta with tomato sauce. Davam edirik. İngredientləri yazırıq indi. $200 gram pasta, 2 tomatoes, 1 tablespoon olive oil, yəni 1 xörək qaşığı duru yağ, salt, duz, black pepper, yəni qara istiot. Davam edirik. Utensils, ləvazimatlar, yəni qablar bizə nə lazım olacaqsa, indi isə onları qeyd edirik. Siz istədiyiniz bir yeməyin də reseptini bura qeyd edə bilərsiniz. Bu sadəcə olaraq nümunə üçündür. Pot, qazan, sonra ola bilər pan, tava, daha sonra bıçaq, knife, spoon, qaşıq. Davam edirik indi. Instructions. Burada isə artıq hazırlanma qaydasını qeyd etməliyik. Addımları sırayla yazıram. Boil water in a pot. In a pot. Yəni qazanda suyu qaynadırsınız. İkinci, add the pasta. And cook for 8-10 minutes. Pastanı əlavə et, yəni makaronu və 8-10 dəqiqə bişir. Üçüncü addım, cut the tomatoes. Pomidorları kəs, doğra. Dördüncü addıma baxırıq. Yağ əlavə et və pomidorları qızart. Gəlin bunu yazaq. Add the oil in a pan. Pan tava deməkdir. Tavaya yağ əlavə et and fry the tomatoes for 5 minutes. Pomidorları tavaya duru yağ və pomidorları əlavə et, qızart 5 dəqiqə. 5-ciyə baxırıq. Add salt, duz və istiot əlavə et. And black pepper. Elə yazaq pepper. Sonuncuya baxırıq. Sonuncu addımda artıq bu. Mix the pasta with the sauce. Enjoy. Yəni pastanı, makaronu sos ilə qarışdır. Mix the pasta with the sauce. Sonda isə yaza bilərik ki, enjoy. Enjoy your meal. Yəni nuş olsun.
Bu formada yazdım. Bu makaron hazırlanmasının reseptini siz istədiyiniz hər hansı bir yeməyi də seçib yaza bilərsiniz. Baxın, burada qeyd olunub. Davam edirik indi. 5-ciyə baxırıq. Exchange your recipe with a partner and check their work. Use the checklist below. Burada isə deyir ki, hər kəs öz yazdığı yemək reseptini öz sinif yoldaşı ilə dəyişməlidir. Və siz sinif yoldaşınızın yazdığı resepti yoxlayırsınız. Sinif yoldaşınız isə sizin yazdığınız resepti yoxlamalıdır. Yoxlayan zaman bu qaydalara fikir verməyə lazımdır. Title, başlıq. Görün ki, orada başlıq var ya yoxdur. 2. Clear sections, yəni aydın sahələr olmalıdır. İngredientlər ayrı qeyd olunmalıdır. Utensils, qablar ayrı qeyd olunmalıdır. Instructions, hazırlama qaydası ayrı qeyd olunmalıdır. Clear instructions in the imperative. Yəni düzgün hazırlama üçün düzgün qaydalar bizə verilməlidir. Tam aydın şəkildə izah olunmalıdır. Bu qaydalara baxaraq yoxlaya bilərsiniz. Və burada belə bir qeyd var. Tools used in the kitchen. Bu deməkdir ki, mətbəxdə istifadə olunan alətlər. Bu nə idi? Utensils. Bizim bayaq yuxarıda öyrəndiyimiz söz. Utensils.